Salam dostlar, bugün 5-ci sinif təbiət iş dəftəri 2-ci hissə ümumiləşdirici tapşırıqları izah edəcəm. Səhifə 54 və 55. Gəlin birinci tapşırığa baxaq. Leyla iki ayrı səth örtüyü şəkillərini fərqləndirir. Sizcə bu ərazilərdən hansı daha çox sel hadisəsinə məruz qalır? Səbəbini izah edin. Burada şəhər daha çox sel hadisəsinə məruz qalır. Niyə? Çünki baxırıq ki, təbiətdə, yəni təmiz şəraitdə 40% buxarlanma baş verir. Şəhərdə isə 30% buxarlanma. Deməli, suyun yarısı buxarlanmır. 10% səth axınları, yəni yerdə axan su, 55% səth axınları şəhərdə. Şəhərdə səth axınları daha çoxdur. Yəni yerdə çox su gedir. 25% dayaza hopma, 10% şəhərdə dayaza hopma. Burada da təbiətdə hopma hadisəsi daha çox baş verir, ancaq şəhərdə az baş verir. 25% dərinə hopma, yenə təbiətdə daha çox hopma hadisəsi baş verir, ancaq şəhərdə baş vermir. Ona görə də sular səthdə çox qalır və sel hadisəsi şəhərdə daha çox baş verir. Tapşırıq 2 verilən təbii fəlakətlərin müsbət və mənfi cəhətlərini yazın. Siz 2 dənə yazmalısınız, amma mən hərəsinə aid bir nümunə yazmışam. Vulkan püskürməsinin müsbət təsirləri. Vulkan püskürməsi sayəsində səthə çıxan kül və qidalı maddələr münbitliyi artırır. Mənfi cəhəti isə yaşayış yerləri və meşələr lavanın axması nəticəsində məhv olur və atmosferə külli miqdarda zəhərli qazlar daxil olur. Selin müsbət təsirləri: çuxurlara yığılan sular balıqçılıq üçün əlverişlidir. Mənfi cəhəti isə torpağın üst münbit qatı yuyulur. Səhifə 55, tapşırıq 3. Verilmiş ifadələrə nəzər yetirin və doğru cavabı işarələyin. Zəlzələ ocağı zəlzələnin başlandığı mərkəzdir. Bu doğrudur. Litosfer tavaları hərəkətsizdir. Xeyr, onlar hərəkətlidir və bu zaman zəlzələ hadisəsi baş verir. Seysmoqraf zəlzələnin gücünü ölçür. Bu da doğrudur. Zəlzələ zamanı evdəsinizsə təhlükəsizlik üçün stolun altında gizlənmək olar. Bu da doğru fikirdir. Azərbaycanda aktiv lava vulkanlarına rast gəlinir. Bu isə səhv variantdır. Azərbaycanda heç bir dənə də aktiv lava vulkanı yoxdur, ancaq palçıq vulkanları var. Tapşırıq 4. Azərbaycanın səth axınları xəritəsi verilmişdir. Xəritədə verilmiş ərazilərin səth axınlarını müqayisə edin. Deməli, A ərazisi dağlıq ərazidir və burada səth axını deməli yüksək olacaq. B ərazisi dağətəyi zonadır və səth axını orta səviyyədədir. Ancaq C ərazisi aran zonadır və ona görə də səth axını az olacaq. B sualı: quraqlıq baş vermə ehtimalı olan ərazini müəyyən edin. C ərazisi ən az səth axınına malikdir. Ona görə də burada quraqlıq ehtimalı daha çox gözlənir. Bugünkü dərsimizdən bu qədər dostlar. Hələlik.